Bu nedir? Ay bu nedir? Pasportum. İlahi, ne güzel olmuşam ben. Salamlar, necəsiniz qızlar? Bugün mənimlə bir yerdə kosmetoloqa gedirsiniz. Bəli, mən alnıma neçə vaxtdır ki istəyirdim ki, botoks elətdirəm. Çox qırışlarım var. Keçən il elətdirmişdim. Bu ildə artıq vaxtı idi. İndi sizə birazdan göstərəcəm. Ona görə hazırlaşdım və gedirəm kosmetoloqumun yanına. Artıq 2 ildən çoxdur ki, 2 il yarım olar ki, o kosmetoloqun yanına gedirəm. Çənə dolğusu, nazalabin, botoks və sair belə lazımlı şeyləri etdirirəm. Qızlar, mən belə düşünürəm ki, insan hər yaşda gərək özünə baxsın. Mənim də artıq 31 yaşım var. Ona görə indidən qırışlarımın qarşısını almalıyam ki, gələcəkdə onlar daha da dərinləşməsin. Ona görə mən belə şeylərə valla normal baxıram. Hər şey dozasında olanda çox gözəl olur. Elə bu doktoru da ona görə seçmişəm ki, təbiiliyə daha çox üstünlük verir. Çox gözəl, həqiqətən də əl işləri var. Elə bilərsiniz birdən reklam xarakterlidir bu video. Xeyr, əlbəttə ki. Xanımlarımız həmişə məndən soruşur, iş görəndə vloqlarımda nələrsə soruşur. Əlbəttə ki, mən də bunu sizə məsləhət görürəm deyə sizinlə bir yerdə paylaşmaq istədim. Dedim nə qədər ev yığışdırma vloqları olar, biraz da fərqli vloq olsun. İnarsınız evi elə törtökündü, ilk günündə qoydum, çıxdım. Heç yatağımı belə yığmadım ki, günorta gəlib yataram düşüncəsi ilə. Nə bilərdim ki, botoksdan sonra yatmaq olmazmış. Həkim dedi ki, botoksdan sonra uzanmaq olmazmış 4-6 saat. Nəysə, nə başınıza ağrıdım, metro ilə gəldim, çatdım. Az getdim, çox getdim, Dərətəpə düz getdim, gəldim klinikaya çatdım. 8 may metrosundan çox yaxındır. Bəxtimdən də gəldim ki, klinikada nəsə olub, işıqları yanmır, eyb yox, amma bu bizim çəkilişimizə mane olmaz. Burada doktorumu göstərirəm sizə, salamlayıram və keçirik iş başına. Maşallah, doktorum o qədər pozitivdir ki, vaxtda necə gəlib keçdiyini heç hiss eləmədim. Doktor, mənə botoksa gəlmişəm də, başqa nə məsləhət verərsiniz? Bugünkü prosedurumuz botoksdur. Çünki alnınızda çox qırış var. Yaşınızla əlaqəli botoks tətbiq etmək olar. Amma dərinizdə biraz quruluq hiss edirəm. Biyo məsləhətlidir. İnşallah ki, 2 həftədən sonra botoksun nəticəsini görəndən sonra gələrsiniz 5 nöqtə və ya 7 nöqtə biyolarımızda. O biyo, doktor, məndə üzümdə belə biraz... Bəli, liftingdə effekti verəcəkdir. Ne güzel. Doktor, mənim bağlarımda qırışlar var. Həmin o botoks bunlara aparacaq? Bəli, hamısını açacaqdır. 2 həftə sonra görəcəyik. Kolleksiya lazım olsa kolleksiya edəcəyik. 5 nöqtədə eləsək bir damcı belə lifting effekti verəcək. Doktor, biyo eləyəcəksə ona mənə nazarlarına lazım olmayacaq. Yox, sizə lazım deyil. Çünki işiniz çox yaxşıdır yaşınıza görə. Və biyo vurduqda lifting effektlə həm yoğun yanağınız bir tık açılacaq, toparlanacaq. Bir də təşkil kimi yeni soruşum. O biyo məndə üzümdəki quruluğu aradan qalacaq. Dəmləndirir, qidalandırır, respirasiyonu keçirir. Dedim fürsət bu fürsət. Elə doktor da tutmuşkən ona suallarımı verim. Biyo haqqında da soruşdum, botoks haqqında da soruşdum. İnşallah gələcəkdə biyoya da gələcəm. Çünki üzüm dəhşət çox qurudur və bu da məni çox narahat eləyir. Nə qədər krem sürsəm də görürəm ki, lazımdır artıq içdən nəmlənmə lazımdır. Ona görə inşallah biyoda gələcəm. Biyoya gələndə onu da çəkib sizlərlə paylaşacağam. Burada doktorumun sertifikatlarını sizə göstərirəm. Maşallah olsun, o qədər savadlı, öz üzərində işləyən xanımdır ki, yəni xaricdə cürbəcür seminarlara gedir və sairə tədbirlərə qoşulur. Yəni öz üzərində hər zaman işləyir. Lale xanım, bugün sizə Disport preparatı seçdik. Botulatoksindir. Buyurun, bura baxa bilərsiniz tarixinə. Sinyalınızda açır və durlaşdırın. Nə gülürsən? Nədir bu həkim? Bu nədir? Ay bu nədir? Pasportum. Əsmər xanım rus dilində təhsil aldığı üçün bəzi sözlərin tərcüməsində çətinlik çəkir. Hər pasiyentə özəl bütün preparatları pasiyent önündə açırıq, tətbiq edirik və sertifikatı pasiyentin. Çox sağ olun. Və burada mənim botoksu görürsünüz ki, şprisə çəkir və burada hazır eləyir. Mən də onun hazırlanmasını sizlərlə bölüşdüm və burada sizə yenə prosedurdan əvvəl alnımı göstərirəm və burada başlayırıq. Əsmər xanım nöqtə eləyir, həmin orada botoks tətbiq eləyəcək. Qaş ortasısın. Belə. Bax. Qaş ortasını sıx Lale. Bura bir damcı almış. Bu qaş ortası şeydir. Çoxdur, onu demək istəyirəm. Kapüşon oldu.
Gül aşkım, bırak. Botoksu tətbiq eləyəndən sonra təxminən 14 gün ərzində botoks tam oturur. Ona görə tam halını hazır olduqdan sonra, yəni botoks tam oturduqdan sonra çəkib sizlərlə paylaşacağam. Siz də baxarsınız inşallah. Əlbəttə ki, burada da əyləncəmizdən qalmırıq. Doktorun biri iş görür, digəri də orada gördü ki, çəkiliş eləyirəm. Oradan zarafatlar eləyirdi. Hanım, prosedurumuz bitdi. Bugün 4 və 6 saat aralığında yatmaq, uzanmaq, telefona çox aşağı baxmaq olmaz. Ancaq diqqət verərsiniz, hər kəsə gülərək. 14 gündən sonra inşallah nəticəmizi görəcəyik, kolleksiya gələrsiniz. Aha, inşallah. Çox sağ olun Həmişə doktor. gözəllik. Çox razı qaldım. Çox sağ olun. Və klinikadan çıxdım, yollandım qızımın məktəbinə. Elə tam vaxtında çatmışdım. Qızımı məktəbdən götürdüm, getdim evə. Hələ ki vloqu burada sonlandırıram. Son halını da videonun sonuna əlavə elədim. Qızlar, baxın. Qaşım, gözüm nə gözəl açılıbdı. Buralar dartılıbdı. İlahi, nə gözəl olmuşam mən. Çox bəyəndim. Yəni buralar çox qəşəng açılıb. Qızlar, baxın, görün nə gözəl tutubdu botoks. Yəni çox gözəl qaşlarım qalxıb, gözlərim açılıbdı. Həm qaş arası, həm də alnım, həm də gözlərimin kənarı çox gözəl tutubdu. Hələ bu botoksdan təxminən 5-6 gün sonra idi. Məncə 14 gündən sonra daha da gözəl tutacaq. Hələ ki məndən bu qədər idi qızlar. Videom xoşunuza gəldisə bəyənməyi və abunə olmağı da unutmayın. Sağ olun, hələlik.